Bu Grand Moto'dur. Ümumiyyətlə Azərbaycan nə qədər çox moto idxalçı, moto aksesuar, moto geyim idxalçısı olsa, o qədər yaxşıdır. İnsanlara seçim vermək lazımdır. Nə qədər çox olanda da təbii ki, qiymətlər münasib olacaq, rəqabətli olacaq, sağlam rəqabətli. Baxın, mən gəlmişim Grand Moto'da Kürüş motorda. Motorun da rəsmi idxalçısıdır. Bu sport bike'dır. Mən tam olaraq sport sevmirəm. İnşallah qismət olar bunları da test edərəm. Mənim təbiətimə uyğun adventurelərdir. Bu adventure növ motosikletləri mən çox sevirəm. Doldur hər şeyi. Get rayonlarda çaydan, sudan iç, bir dənə özünə yemək pişir. Yəqin mən belə bir şey alacağam. Yaxın gələcəkdə. Sonra Benda'nın, bunlar avtomat korovkalıdır, variator. Bu yeni modeldir. Çox gözəl. Bunlar şəhər üçün, yeni başlayanlar üçün çox idealdır. Balaca, 350 kub, mehriban. Yəni, insan birinci motoya başlayanda nə olmalıdır? Təbii ki, ən vacibi motoya başlayanda insan özgüvənini qazanmalıdır. Özgüvən əldə etmək üçün nə etmək lazımdır? Rahat, mehriban bir motosikl olmalıdır ki, qorxmamalısın, döngələr. Bu Dark Flag. Dark Flag sürmüşəm, mehriban motosikldir. Burada da, bu Napoleondur. Şinşila, Napoleon. Maraqlı adları var. Estetik olaraq görkəmi çox gözəldir. Yəni, sən 9000 manata, təxmini qiyməti 9000-dir. 9000 manata sən görkəmi gözəl, cavan, yəni 250 kubdur da. Başlayanlar üçün əladır. Al, 1-2 il sür, artıq özgüvən artana sonra get artıq daha bahalı, daha gözəl motosikletlər al. Bir də söz deyim, hətta Grand Moto, belə baxıram, gözəl dəbilqələrin rəsmi idxalçısıdır. Aray gördüm, Şoy gördüm, rəsmi idxalçısıdır. Yəni, bunlar bilirsiniz də, top markalardır. Təbii ki, qiymətlər elə ucuz deyil, amma bu bir markadır da. Və mənə dostlar, müraciət eləyin, yazın. Mən istəyirəm ki, ölkəmiz moto ölkəsi olsun. Nə qədər çox moto sürən olsa, həm o qədər daha az tıxacımız olar, insanlar daha xoşbəxt olar. Mən düşünürəm ki, bəli, moto insana tək nəqliyyat vasitəsi deyil. Motosikl bu bir yaxın dostdur. Motosikl bir insanın əhval-ruhiyyəsini yüksəkdə saxlayan bir dostdur, nəqliyyat vasitəsidir. Sən motosikl minəndə bütün dərdləri unudursan, gedirsən, yolda özünlə dostluq edə bilirsən. Bax, maraqlısı budur.